deyirəm ki, ay Mirşahin ağayı və səni Allahın belasına gəl. Sən Allahın belasına gəl ki, bu milləti xalqı araya qoysan, lağa qoysan. Deyirsən ki, televizora bax, mən televizoram, bax, canlı televizoram. Bax, 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 yerə balanə, yer buralı aparıb yirəmə, Allah soğlanlasız. Kanalın sahibisən, kanalın yiyəsən, yiyirsən, tanıyırsan, vallahi baş nazir olsan, prezident olsan, səni, bənini soyaram səni, ömürlü iş verərəm ki, oradan çıxmayasan. Yersən balan yeməsin, yersən, bak, bunu yiyirəm, bak, Allah'ın yoktur bu milleti, bu halkı insanlara araya koysan, 378 manat maaş aldım. Aldığım maaş 11.000 kreditimle uşağımın dərmanını ödedim. Gözümden bakıp şişirəm, bana təsəvvürəm buranı. Heç nə alıp yiyəm biləm, Allah soğlallah sizə. Bu qalqla nə işim var bu? Bu millət çəkməli, bu millətlə nə işim var ha? Allah'ın Türkiye'nin markasını tapıp giyinə bilmirəm, her yerim cırıqtırıqtı bak. Nətər yaşayım ben, Allah soğlallahsız. Allah kişilere bela versin. Sağ olun millet. Allah kişioğlu kişileri korusun. Allah Mirşahin kimilerine de bela versin. Bak, ben kimi yetimleri Allah'a koyduğuna göre belaya gelsin. Bin bir belaya. Adil Abbas da